Fatimə Zəhra salamullahi aleyhə Allahın istəylisidir. O ibadət eləyəndə, o Allaha səcdə eləyəndə, rükü eləyəndə Allah mələkləri yığır başına deyir, gəlin baxın görün kimi yaratmışam. Fatiməyə baxın, rükuda göyləri lərzəyə gətirir. Göylər lərzəyə gəlir Həzrət Zəhranın rükusundan, səcdəsindən. Göylərə işıq qalxır yerdən. Deyirlər, bu nəyin nurudur? Deyir, Fatimə ibadət mehrabındadır. Aşıqdır Allah Fatiməyə. Peyğəmbər necə? Təbii ki, Peyğəmbər də aşıqdır. Deyir, bəzətun minni, hiyə bəzətun minni. O mənim bir parçamdır. Onu qoxlayır, iyiləyir, deyir, o cənnət ətri verir. Onun əlindən öpür Peyğəmbər. Gözünün üstünə qoyur. Onun ayağına durur. Öz yerində oturdur. Onun qapısına təzim eləyir. 6 ay namaza gedəndə deyanda deyir, Əssəlamu aleykum ya əhl-i beytin nübüvvə. Salam verir Fatimənin qapısına gedir. Hər gün sübh namazında. Təzim edir, ehtiram edir. Bütün imamların gözünün nurudur, analarıdır. Biri dedi ki, qızın adını nə qoymusan, dedi İmam Sadiq Aleyhisselam. Dedi, Fatimə, gözü yaşardı İmam Sadiqin. Dedi ki, ona acıqlanmayasan, ona əl qaldırmayasan. Onun adı Fatimədir, Zəhradır. Ondan sərt danışmayasan. Hamısı onu sevir və belə bir Fatimə sənlə məni sevir. Allah'ın da olsun ki, ana kim? Ana kimi yox, analarda onunla olan eşqdən bir zərrə də olublar ana. Anaların anasıdır, varlıq aləminin anasıdır, eşqin özüdür. Bu ilki mövludu gəlin belə qavrayaq, belə başa bir şey. Bu ilki mövludda imkan olsa, hansısa burada hərəmdə Əhl-i Beytin mənsubları olan ziyarətgahlar var. Gedib ziyarət edin, orada elə xanım Zəhranı yad eləyin, 2 rükət namaz qılın, amma bilin ki, o sizi sevir. Axır nəfəsində də əlini duaya qaldır. İlahi, and verirəm sənin məzlum əlinin haqqına, başımın üstündə olan bu ağlayan, bu yetim uşaqların haqqına bizi sevənləri bağışla. Peyğəmbər ümmətini bağışla. Bütün bəşəriyyətin anasıdır. Bax, belə bir şəxsiyyətin mövlud günü gəlir, hamınızı təbrik edirəm. Qarşıdan gələn bu mövlud münasibəti ilə xanımlarımızı təbrik edirəm, Azərbaycan xalqını təbrik edirəm. Bütün insanlığı təbrik edirəm ki, Fatimə bu yer üzünə qədəm qoyub. Bu bütün bəşəriyyətə təbrik düşür. Buna görə ki, elə bir şəxsiyyət bu dünyaya gəlib, bu dünyaya qədəm qoyub. Allah bizi onlardan ayrı salmasın. Allah onların bizə olan sevgisini bizə çox görməsin inşallah.